İndi sizə 14 milli daşdan sadə təsbih necə düzəlir, nümunə kimi onu göstərəcəm. Baxın, bunu siz təsəssəm 14 milli, 10 milli, 16 milli, yəni fərqi yoxdur. Sizə ümumi prinsip izah edəcəm. Mən bunu dartılan qara leskadan düzəltmişəm. Ümumiyyətlə, dartılan leskalardan daha yaxşı olur. İndi bunu düzmə formasını göstərəcəm. Bunu adi bildiyiniz düzülüb. Sonra bunun başlığını necə düzəldirəm? Baxın, ilk öncə başlığına bu formada iynədir. Bunu taxırıq. Bunu həm ona görə taxırıq ki, bu muncuğun bu hissə, deşik hissəsi böyükdür, çıxmasın, həm də bəzək üçün. Baxın, bu formada bunu taxırıq. Belə. Bunu yuxarı hissəsin bu formada dairə edib saxlayırıq. Baxın, bu formada. Bunu saxladıq yerində. Sonra isə buna ilk öncə daşı keçirdirik. Sonra isə bu başlığı. Baxın, bu formada başlıq keçdi. Bu vəziyyətə gətirəndən sonra, baxın, bu düzəltdiyimiz bunu taxırıq buradan və bildiyimiz qaydada bunu bura düyünləyirik. Adi normal düyün atırıq bura. Baxın, bu formada təsbihimiz hazırdır. Yəni, bayaq dediyim kimi, yəni bunu siz istədiyiniz ölçüdə daşdan eləyə bilərsiniz. Mən hal-hazırda 14 millidən etdim. Və bir də bunu dartılan leskadan etdikcə daha keyfiyyətli olur. Yəni, ömrü daha uzun olur. Və sıx olmağından da qorxmayın. Yəni, əgər sıx olarsa, bu leskadır deyə problem olmur. Baxın, bu formada təsbihimiz. Yəni, bu sadə formada düzəlmədir. Bunu istədiyiniz daşdan, istədiyiniz modeldən düzəldə bilərsiniz. Yəni, bu teli də əgər istəsəz, yəni bunu dairə formasında bu hissəsini edib, burada əlavə bir klon kimi də aslaya bilərsiniz. Baxın, bu formada çox sadə. Bu cür məhsulları da ala biləcəyiz səhifənin də açıqlama bölməsində qeyd edəcəm.